Hər vaxtınız xeyir əziz izləyicilər. Qısa başlığı ilə qarşınızdayım. Sosial şəbəkələrdə dünəndən pensiya yaşının artılacağı ilə bağlı iddialar yayılmağa başlayıb. Mənə də bunun doğru olub olmamasına aydınlıq gətirilməsi ilə bağlı kifayət qədər mesajlar daxil oldu. Əslində hər şey 2026-29-cu illəri əhatə edən orta müddətli xərclər çərçivəsində sığorta pensiya sistemində maliyyə dayanıqlığının artırılması və sığorta prinsiplərinin gücləndirilməsi istiqamətində islahatların davam etdiriləcəyi ilə bağlı xəbərdən sonra başladı. İddialara görə məhz bu islahatlar çərçivəsində pensiya yaşı artırıla bilər. Bəs doğrudanmı bu belədir? Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, hazırda daha çox özəl pensiya fondlarının yaradılması, sığorta sisteminin daha da təkmilləşdirilməsi əsas hədəflərdəndir. Konkret pensiya yaşının artırılması isə nəzərdə tutulmayıb. Hər hansı layihə müzakirə olunub, Milli Məclisə təqdim olunmayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də açıqlama verib ki, bəs pensiya yaşının artırılması ilə bağlı hazırda hər hansı təklif müzakirə olunmur. Bax belə izləyicilər, göründüyü kimi hazırda pensiya yaşının artırılması məsələsi aktual deyil. Bəs siz nə düşünürsünüz? Gələcəkdə pensiya yaşı artırıla bilərmi? Bu barədə fikirlərinizi şərhlərdə qeyd edə bilərsiniz. Bundan başqa bu məlumatın daha çox insana çatması üçün videonu bəyənib paylaşmağınızı sizdən xahiş edirəm.